Deməli, əziz müəllimlər, hamınızı bir daha xoş gördük. Bugün biz yenə kurikulum təlimindəyik. Deməli, ə, bugünkü bugünkü mövzumuz, deməli, biz təfəkkür bölməsini, keçən dərsimizdə təfəkkür bölməsinə keçid etmişik. Məntiqi təfəkkürü keçmişik. Bugün isə tənqidi təfəkkürü keçəcəm sizə. Tənqidi təfəkkür, əziz müəllimlər, ümumiyyətlə, yəni çox vacib bir təfəkkürdür. Həm də testlərdə, sınaqlarda qarşımıza tez-tez çıxan, həm də imtahana düşəcək bir mövzudur. Ümumiyyətlə, insanlar həyatda, yəni hadisələrə üç cür yanaşma göstərə bilərlər. Bir məntiqi yanaşma göstərirlər, bir tənqidi, bir yaradıcı. Tənqidin haqqında məlumat vermişəm sizə. İndi isə deməli, məntiqi haqqında məlumat vermişəm. İndi isə sizə bu gün tənqidi təfəkkür haqqında danışacağam. Tənqidi təfəkkür 21-ci əsr bacarıqlarından biridir. Kritik düşüncə deyirlər həm də ona. Kritik deyəndə, yəni deməli 21-ci əsr bacarıqlarının içərisində var idi 4K bacarıqları. Kritik düşüncə, kreativ düşüncə, kooperasiya və kommunikasiya. Bu kritiksə tənqidi təfəkkürə aiddir. Yəni tənqidi təfəkkür sözü kriktok sözündən götürülmüşdür. Mənası mühakimə yürütmə deməkdir. Bax, bu sözün mənası mühakimə yürütmə deməkdir. Yəni ümumiyyətlə bir var tənqid etmək, biri var tənqidi yanaşma. Bunlar başqa-başqa anlamlardır müəllimlər. Yəni tənqidi tənqid etməklə tənqidi yanaşmanı qarışdırmaq olmaz. Fərqli bir anlamdır. İndi gəlin baxaq görək bunlar nə deməkdir. Tənqid etmək odur ki, bir insanın yalnız, yəni deyək ki, ancaq neqativlərini deyirik, ancaq onun işinin pis tərəflərini deyirik. Sən bu işi belə etdin, sən bunu belə dedin, bunu belə hazırlamalı deyildin, filan etməli deyildin və s. Ancaq pis tərəflərini deyirik. Yəni tənqid etməkdir. Ancaq kimisə tənqid edirik. Kiməsə ancaq onun Axşamınız neqativ tərəflərini, kimisə ancaq onun pis tərəflərini. Yəni onun işinin mənfilərini deyirik. Zəhmət olmasa səsləri bağlayaq. Amma tənqid etməkdə, müəllimlər, tənqid etməkdə odur ki, tənqidi yanaşma odur ki, biz onun həm müsbətini, həm mənfisini hər tərəfdən baxacağıq. Yəni hadisəyə, hansısa bir deyək ki, olanlara, əşyaya, nə olursa olsun, müxtəlif nöqteyi nəzərdən baxacağıq. Həm mənfisini deyəcəyik, həm müsbətini deyəcəyik. Həm doğrusunu deyəcəyik, həm yanlışını deyəcəyik. Yəni yaxşısını da deyəcəksən, pisini də deyəcəksən. Əhəmiyyətli tərəfini də deyəcəksən, zərərli tərəfini də. Xeyirlisini də deyəcəksən, faydalı hissəsini də deyəcəksən. Bax, tənqidi yanaşma ilə tənqid etməyin fərqi budur müəllimlər. Tənqid etməkdə kimisə tənqid edirsən, yalnız neqativlərini, pis tərəflərini deyirsən. Tənqidi yanaşmada isə yalnız onun hər tərəfdən baxırsan. Yəni həm müsbətini, həm mənfisini vurğulayacaqsan. Tənqid etməkdə, deməli tənqidi təfəkkürdə bir neçə açar məqamlar var. Bu açarlardan mən sizə danışacağam müəllimlər. Bax bunları qeyd et, özünüzdə də qeyd etsəniz daha yaxşı olar. Elə birinci açar, tənqidi təfəkkürün birinci açarı münasibət bildirmək açar sözüdür. Harda münasibət bildirir? Ən çox təfəkkürlər, ən çox idrak taksonomiyasında verilir. Taksonomiyanı birlikdə soruşur və bir də təfəkkürü olaraq soruşur. Harda münasibət bildirir gördünüzsə, əziz müəllimlər, bilin ki, bu tənqidi təfəkkürdür. Və deməli mərhələ olaraq, idrak mərhələsi olaraq keçəcəm sizə deyəcəyik onu orada biz dəyərləndirmə mərhələsi. Yəni burda münasibət bildirir. Hərənin bu mövzuya hərənin bir cür münasibəti var. Yəni bəziləri hansısa bir insanı bəyənmirsə, digərləri deyəcək ki, yox, məsələn kimsə deyə bilər ki, mən Gülnarə müəlliməni deyək ki, mən Gülnarə müəllimənin dərslərini çox bəyənirəm. Başqa birisi deyə bilər ki, yox, mən heç onun izahını anlamıram. Yəni bunu hərənin özünün münasibət tərzi var. Yəni ola bilər məsələn deyək ki, hansısa bir deyək Azərbaycanda bir bilik kursu var. Bu kurs haqqında biri deyəcək ki, bu kursa münasibətini bildir. Mən o kursa öz münasibətimi bildirəcəm. Sən öz münasibətini bildirəcəksən. Məsələn, mən deyəcəm ki, bilik kursu həqiqətən çox mükəmməl bir kursdur. Mənim orada deyək ki, qohumlarım oxumuşdu. Bir ilə orada yüksək nəticə ilə
filan universitetə daxil oldular, neynədilər? Ülkər müəllimə deyəcək ki, əşi yox, o kursda mənim qızımı da qoymuşdum ora. 2 il orada təhsil aldı, heç nəticə də göstərə bilmədi. Bu onun öz fikridir. Bu onun deyək ki, o məsələyə olan münasibətidir. Biz ona deyə bilmərik, sən niyə bunu belə eləyirsən, sən niyə bunu bəyənmirsən, mən bəyənirəm. Xeyr, mənim öz yanaşma tərzim var, münasibət bildirməm var. Ülkər müəllimənin öz münasibət bildirməsi, Ruhiyyə müəllimənin öz münasibət bildirməsi. Bax, bu münasibət bildirir. Harda gördünüz? Deyəcəyik biz, tənqidi təfəkkürdür. Mühakimə yürütmək açar sözü. İkinci açar sözümüz mühakimə yürütməkdir. Mühakimə yürütmək, əziz müəllimlər, məsələn, deyək ki, şagird hansısa bir hadisə haqqında öz mühakimə yürüdür. Məsələn, deyirəm ki, ümumiyyətlə esse yazmaq mühakimədir. Yəni esse nədir? Yəni doğruları da yazacaq, yanlışları da yazacaq, əslində olanlar necədir, mən necə düşünürəm. Mühakimə yürüdəcək, mühakimə xarakterli bir esse yazacaq. Gördünüz, mühakimə yürütmək. Hansısa bir mövzu haqqında mühakimə yürüdür. Fikir mübadiləsi aparır. Deməli, tənqidi təfəkkürdür. Əsaslandırmaq açar sözü müəllimlər. Əsaslandırmaq açar sözü tənqidi təfəkkürə aiddir. Məsələn, şagird fikrini əsaslandırır. Biri fikrini əsaslandıranda, məsələn, deyək ki, bəzən baxırsınız, məsələn, test oxuyuruq. Ağca müəllimə test deyir ki, müəllimə, burada mən C variantı düşünürəm. Deyirəm, niyə? Fikrini də əsaslandır. Neyləyəcək? Başlayacaq fikrini bir insan fikir əsaslandırmaq üçün neyləyəcək? Sübut edəcək, arqument gətirəcək, dəlil gətirəcək, hansısa bir münasibətini bildirəcək ona. O fikrini əsaslandırmaq üçün faktlar gətirəcək, sübut edəcək, arqument gətirəcək, dəlillər gətirəcək, onu sübut edəcək. O fikrə, deməli, o fikrini əsaslandıracaq. Məsələn, deyək ki, mən desəm ki, əgər mən deyək ki, məsələn, İnsiyə müəllimənin nitqini çox bəyənirəm, digəri deyəcək ki, nəyini bəyənirsən? Fikrini əsaslandır görək, onun nəyini bəyənirsən? Deyəcəm, nitqi səlisdir, izahı mükəmməldir, uşaqlarla davranışı çox bəyənirəm, səliqəli geyinir, etik davranış qaydalarına riayət edir, oturuşunu, duruşunu, həmkarlarla, rəhbərliklə münasibətini çox bəyənirəm. Mən neynədim? Fikirlərimi əsaslandırdım. Nəyinə? Dəlil gətirdim, arqument gətirdim, sübut elədim. Yəni, əsaslandırmaq açar fiili tənqidi təfəkkürdə, əziz müəllimlər. Sonra, tənqidi təfəkkürdə biz də nəyə toxunacağıq? Qiymətləndirir, dəyərləndirir. Əgər bir insan hadisələri qiymətləndirirsə, hadisələri dəyərləndirirsə, deməli, o tənqidi yanaşmaya aiddir. Yəni, bir insan bir şeyin dəyərini verirsə, qiymətləndirirsə, deməli, burada tənqidi yanaşma var. Əslində, bax, biz müəllimlərin, şagirdlərimizi qiymətləndirməyimiz elə tənqidi təfəkkürdür. Əgər müəllim qiymətləndirmə aparırsa, yəni biz şagirdin səhvi nədir, düzü nədir, araşdırırıq, səhvlərini ortaya çıxarırıq, doğrularını müəyyənləşdiririk və onu qiymətləndiриrik. Deməli, tənqidi yanaşırıq. Adi özümüzü qiymətləndiririksə, özümüzə də tənqidi yanaşma deməkdir bu. Özümüzə də biz tənqidi yanaşırıq. Məsələn, bax, deyək ki, özümüzü, məsələn də bu dərsdən sonra test işləyirsən, sonra özü refleks eləyirsən. Zəif tərəflərim nədir? Güclü tərəflərim nədir? Hansı hissəni daha yaxşı bilirəm? Mənə qaranlıq qalan hansı hissələr oldu? Nələrin üzərində özümü inkişaf etdirməliyəm? Nələrə daha yaxından baxmalıyam? Hansı testləri daha çox işləməliyəm? Neynədim? Özümü qiymətləndirdim. Fəaliyyətimi refleks elədim. Özümə tənqidi yanaşdım. Mənfimi, müsbətimi, zəifimi, güclü tərəfimi ortaya qoydum. Eləcə də biz şagirdlərimizi qiymətləndirərkən tənqidi təfəkkürdən istifadə edirik. Onların fəaliyyətini qiymətləndiririk, dəyərləndiririksə, əziz müəllimlər, bu olacaq, deməli, tənqidi təfəkkür. Və tənqidi təfəkkürdə bir də nədən danışacağam? Bir şey olmasaydı nə olardı? Bax, deyək ki, məsələn, lap coğrafiya müəllimləri günəş haqqında mövzu keçir. İndi soruşacaqsan, ay uşaqlar, günəş olmasaydı nə olardı? Lap Ruhiyyə müəllimə tarix dərsi keçir. Soruşacaq uşaqlar, bu 2-ci Qarabağ müharibəsi baş verməsəydi nə olardı? Hərə öz ixtisasına uyğun deyəcək.
Bax, bu olacaq tənqidi təfəkkür. Məsələn, kimya müəllimi deyəcək: "Ay uşaqlar, atmosfer olmasaydı nə olardı? Bax, bu oksigen olmasaydı havada nə baş verərdi?" Və yaxud da ki, deyəcəm: "Uşaqlar, məsələn, biologiya müəllimi, təbiətdə canlılar olmasaydı nə baş verərdi uşaqlar? Bu bitkilər olmasaydı nə olardı? Meyvələr, tərəvəzlər olmasaydı nə olardı?" Bu suala cavab verən şagird tənqidi təfəkkürünü ortaya qoyacaq. Hərə bir yanaşma irəli sürəcək. Hərə bir fikir deyəcək. Bax, bu olacaq tənqidi yanaşma, tənqidi təfəkkür. Yəni burda biz kiməsə zorla deyə bilmərik ki, sən bunu bəyənəcəksən, sən biri deyəcək müəllimə, tərəvəzlər heç olmasa da olardı. Niyə bala? Çünki tərəvəz yeyəndə mənim mədəm ağrıyır. Biz ona deyə bilərik ki, niyə sən belə düşünürsən? Qətiyyən. Birinin sevdiyini mən sevməyəcəm. Sənin bəyəndiyini mən bəyənməyəcəm. Mənim bəyəndiyimi sən bəyənməyəcəksən. Əslində elə biz sinifdə də o cür şagirdlər yetişdirməliyik. Sənin ağ dediyinə şagird qara desin. Məsələn, mən deyə bilərəm ki, mən filan əsəri çox bəyənirəm uşaqlar, siz onu oxumusunuz. Uşaq tutub deyəcək müəllimə, mən də onu bəyənirəm. Amma orada baş qəhrəmanın heç hərəkətləri, davranışı, göstərdiyi o performansları mən heç bəyənmədim. O heç mətnin ideyasına da uyğun gəlməyən bir hərəkətlər elədi. Nədir? Şagird mən durub deyə bilərəm, yox, mən bəyənirəm, sən də bəyənməlisən. Ay Nərgiz, niyə belə deyirsən? Qətiyyən. Mən bəyəndiyimi o bəyənməyəcək. Sən nəyisə sevirsən, sən meyvəni sevirsən, mən sevmirəm. Bax, tənqidi yanaşma bu deyil. Sənin ağ dediyinə şagird qara desin. Qoy şagird öz fikrini irəli sürsün. Yəni, nədir tənqidi təfəkkür? Hadisəyə müxtəlif nöqteyi nəzərdən baxacaq şagird. Hər tərəfdən baxacaq. Birinin sevdiyini digəri sevməyəcək. Birinin bəyəndiyini digəri bəyənməyəcək. Bax, bu baxımından harda mühakimə yürütmək, harda əsaslandırmaq, harda münasibət bildirmək, yəni gördünüzsə bu tənqidi təfəkkürdür. Və yaxud da məsələn sinifdə hansısa bir deyək texnologiya dərsidir də. Ülkər müəllimə müzakirə aparır sinifdə. Kompüterlə bağlı, texnologiyalarla, rəqəmsal bacarıqlarla, İKT bacarıqları ilə bağlı məsələn sual verə bilər. Fəridə qızım, dur görüm. Bax, bu kompüterlərin bizim həyatımızda rolu nədən ibarətdir? Nədir rolu? Nə kimi əhəmiyyəti var? Fəridə durub deyəcək ki, ay müəllimə, kaş bu kompüterlər olmasaydı. Bu telefonlar, bu planşetlər, bu notebooklar çıxandan insanlar arasında ünsiyyət də azalıb. Hamı oturur kompüterə, insanların sağlamlığına ziyandır, şüası insanların gözünü məhv eləyir. Bu nedir, o nedir? Amma Əli durub deyəcək, yox müəllimə, yaxşı ki bu kompüterlər var. Niyə bala? Ay müəllimə, anam oturub evdə, tərtərdə bir Gülnarə müəllimi var. Qoşulub onun təlimlərinə. Bəs iyunda onun imtahanıdır. O necə hazırlaşar? Bax bu kompüter, bu internet, bu notebook, bu rəqəmsal bacarıqlar, bu İKT bacarıqları, bu texnoloji avadanlıqlar olmasaydı, onda nə edərdi? Anam necə hazırlaşardı imtahana? Baxın, hər kəs oturub öz evində dünyanın o başından qoşulub təlimlərə öyrənir. Müəllimlər təkmilləşir, savadlarını artırırlar, imtahana hazırlaşırlar, iş yeri qazanırlar. Yox, müəllimə, kompüterlərin çox böyük əhəmiyyəti var insan həyatında. Deməli, uşaq tənqidi yanaşdı. Biz də durub Əliyə deyə bilmərik ki, yox, Nərgiz bəyənmədi, sən də bəyənmə. Hərənin özünə görə fikri var. Bax, budur tənqidi yanaşma. Bir də müəllimlər, siz necədir tənqidi yanaşmada? Bax, sən nəyisə hansısa bir mövzu ilə bağlı, hansısa bir məsələ ilə bağlı, hansısa bir hadisə ilə bağlı, nəyisə deyək ki, bildirirsənsə, fikir bildirirsənsə, yəni eləcə onu fikir olaraq deyə bilməzsən ki, mən bunu bəyənirəm və yaxud bəyənmirəm. Yəni, mən beləyəm. Onu eləyə bilməzsən. Niyə?
O bəyəndiyin fikri əsaslandırmalısan. Bu zaman tənqidi yanaşma olur. Yoxsa sən deyə bilməzsən, "Əş, yox, mən kompüteri sevmirəm." Sevmirəm də, sevmirəm. Mən beləyəm. Yox, o yanaşma deyil. Sevmirəm. Niyə sevmirəm? Fikirlərini əsaslandır. Arqument gətir. Dəlil gətir. Bildir niyə sevmirsən və yaxud da niyə sevirsən? Fikirlərini əsaslandır. Münasibətini bildir. Dəlil gətir, arqument gətir, sübut elə. Bunu sübut elə. Bax, o zaman biz deyəcəyik tənqidi təfəkkürdür. Və tənqidi təfəkkür əslində çox geniş bir mövzudur müəllimlər. Mən sizə başqa bir məqamını danışacağam tənqidi təfəkkürün. Deməli, tənqidi təfəkkürdə səndən əvvəl kəşf olunan bir şeyə sənin inanmayıb yenidən araşdırmağındır. Bax, budur tənqidi təfəkkür. Deyək ki, məsələn, hansısa bir hadisədir. Məndən əvvəl Mətanət müəllimə bunu araşdırıb. Mətanət müəllimə deyir ki, Gülnarə müəllimə, mən bunu araşdırmışam. Burda bax belə olmalıdır. Deyirəm, yox. Mən onu özüm araşdırmalıyam. Mən inanmayacam ona. Gərək mən özüm araşdıram onu. Analiz edəm, təhlil edəm, sintez edəm, faktları ortaya özüm çıxardım. Gərək özüm onu arqument gətirəm, özüm onu sübut eləyəm, özümün dəlillərini ortaya qoyam. Bax, bir də nə var tənqidi təfəkkürdə müəllimlər? Deyək ki, bəzən olur, bunu həmişə mən nümunə olaraq göstərirəm ki, bu daha rahat həyati siyasiyalı bir nümunələr göstərirəm ki, müəllimlər üçün tənqidi təfəkkür daha aydın olsun. Bax, deyirəm ki, biri gedib oğluna qız alır. Məsələn, deyək ki, Arzu müəllimə oğluna bir qız alıb, oğlunu nişanlayıb. Gəlir bu Mətanət müəllimə deyir, ay Arzu, oğlun çox yaraşıqlıdır, vallah bu qız yaraşmır sənin oğluna, bu nə qız da almısan? Arzu müəllimə deyir, sən ona mənim oğlumun gözü ilə bax. Gör oğlumun gözündə o qız necə gözəl görünür. Deməli, burada nə var? Sən bəyənmirsən, amma mənim oğlum bəyənir. Sən bəyənmirsən, amma mənim oğlum bəyənir. Tənqidi təfəkkürdür. Məcbur deyil ki, mən bəyənirəm. Gəlin baxaq görək, Gülnarə müəlliməni hamı bəyənir. Normal bir şeydir. Normal bir, əslində ona hamımız normal baxmalıyıq müəllimlər. Yəni mənim bəyənmədiyimi sən bəyənməyə bilərsən. Məsələn, mən oğluma qız almışam, oğlan qız eybəcər, amma mənim oğlumun gözündə o gözəl görünür. Deməli, yanaşma başqadır. Biz bununla bağlı deməli nəzəriyyələrdə də keçəcəyik. Orda bir başqa bir məqamı vurğulayacağam. Çox maraqlı bir məqamdır həqiqətən də. Emosiyaların idarə olunması var. Bəzən baxırsan ki, elə qəfildən kimsə sənə də səni bəyənmədiyini deyir. Necə də qarasan, heç yaman çirkinsən. Amma insan əgər o halda, o məqamda, o anda emosiyalarını idarə eləyə bilirsə, ona sərbəst şəkildə cavab sən ola bilər. Sənə görə mən çirkin ola bilərəm. Sənə görə mən qarı ola bilərəm. Sənə görə mən eybəcər, amma özüm üçün çox gözələm. Özümə çox gözələm mən. Mən özümü çox bəyənirəm. Çox sevirəm özümü. Emosiyaların idarə olunması, tənqidi yanaşma. Qarşı tərəfi bir növdə elə bil öldürməkdir. Yoxsa mən durum dava eləyim, mənə niyə belə dedin? Yox, mənim gəlinim Arzu müəllimə dava eləyəcək. Mənim gəlinimə niyə belə dedin Mətanət müəllimə? Mənim gəlinim dünya gözəlidir. İnşallah ki, dünya gözəl olsun müəllimə. Yəni müəllimlər. Mənim qızım var, oğlum yoxdur. 2 qızım var. Onlar mənə aid. Allah talihlərini versin müəllimə. Axşamınız xeyir. Sağ olun. Axşamınız xeyir Axşamınız canım. xeyir. Üzrdə hesab edib. Dərsdəydim, oradan üst-üstə düşüb dərslərim sizinlə. Hə. Deməli,
Bax, bu olur tənqidi təfəkkür. Bir də nə deyəcəm sizə? Tənqidi təfəkkürdə müəllimlər, qalib olmaqla haqlı olmağı bir-birindən ayırmaq tənqidi təfəkkürdür. Bax, bu nə deməkdir? Məsələn, həyatda baxırsan ki, bəziləri məsələn biri hansısa bir imtahanda deyək ki, imtahanı qazanır, qalib olur. Birisi məsələn deyək ki, hansısa bir oyunda, yarışda qalib olur, bir oyunun qalib olur. Amma sən baxırsan ki, düşünürsən ki, bu filankəs burda qalib olubdu. Amma bu qalibiyyət axı onun haqqı deyil. Bu qalibiyyət Şəfa müəllimənin haqqı idi. O qalib gəlməli idi. O müəssisənin rəhbəri Şəfa müəllimə seçilməli idi. Filankəs yox. Bax, tənqidi təfəkkürdür. Qalib olmaqla haqlı olmağı ayırırsan. Yəni, deyək ki, bu insan qalib gəlib, amma onun haqqı deyildi. Bu filankəsin haqqı idi. Bunu ayırd eləyə bilirsənsə, bu tənqidi təfəkkürdə əzizlərim. Bax, bir də mən nəyi danışacağam sizə? Tənqidi təfəkkürdə bir də nə var? Bir dəqiqə müəllimlər. Bir də tənqidi təfəkkürdə başqa bir məqamı sizə vurğulayacağam. Bəzən biri düşündüyünü deyir bir insan, bəzən biri olduğunu deyir. İndi mən ayırd eləyəcəm sizin üçün. Düşündüyünü deyil, olduğunu deyən insan tənqidi təfəkkürlü insandır. Bax, bunu yadınızda saxlayın. İndi bunu biraz da açıqlayım sizə. Nədir? Düşündüyünü deyil, olduğunu deyən insan tənqidi təfəkkürlü insandır. Məsələn, bəzən baxırsınız, atalarımızın bir məsəli var, deyir ki, heç kim öz ayranına turş demir. Baxırsan ki, məsələn, hamı deyir, mənim qızım ağıllıdır, mənim qızım zəkalıdır, mənim oğlum tərbiyəlidir. Gəlin baxaq görək. Hamı mənim oğluma tərbiyəli, əxlaqlı deyirmi? Hamı mənim qızıma savadlı, ağıllı deyirmi? Bax, əziz müəllimlər, ona görə biz deyirik ki, düşündüyünü deyən yox, olduğunu deyən tənqidi təfəkkürlüdür. Mən düşünürəm. Mənim oğlum tərbiyəlidir. Bax, nə var? Məsələn, deyirik, heç kim öz ayranına turş demir, hamı özünkünü tərifləyir. Rasional düşünmək tənqidi təfəkkürdür. Yəni, olduğunu deyəcəksən. Olduğu kimi, məsələn, bəzən baxırsan ki, deyək ki, birində çox neqativ bir məqamlar var, deyək ki, məsələn, davranışında, nəyində, amma onun qohumu mu və yaxud atası mı, anası mı, onu o qədər tərifləyir ki. Amma baxırsan, əslində olanlar elə deyil. O insan öz düşüncələrini deyir, olanı demir. Sən düşündüyünü deyirsənsə, tənqidi təfəkkürlü insan deyilsən. Olanı deyirsənsə, tənqidi təfəkkürlüsən. Nəyi var, necə var, elə deyəcəksən. Rasional düşünəcəksən. Nədir rasional? Olduğu kimi. Hər şey necə var, elə deyəcəksən. Bax, budur tənqidi təfəkkürlü insan. Məsələn, tənqidi yanaşmada bir də nə var müəllimlər? Həm də başqasının fikrinə hörmət etmək var. Başqasının fikrinə hörmətlə yanaşmaq var. Əslində biz hamını dinləyirik. Yəni onların içində deyək ki, məsələn, münasibətli olduğumuz, ünsiyyətli olduğumuz insanların içində yalan danışanı var, doğru danışanı var, yanlış danışanı var və s. Biz kiməsə deyə bilmərik ki, sən bunu səhv deyirsən. Yəni mən düşünürəm ki, mən düz deyirəm, o da düşünür ki, o düz deyir. Biz kiməsə deyə bilmərik ki, sən bunu niyə səhv danışırsan? Yəni biz onu deyə bilmərik. Yəni onu o zaman məsələn deyə bilərsən ki, mən sənin fikirlərinə hörmətlə yanaşıram. Mən də bu cür düşünürəm.
Bax, budur tənqidi təfəkkür. Məsələn, deyək ki, hansısa bir ortamda mübahisə var, hansısa bir ortamda nəyisə bir müzakirə eləyirik. O müzakirədə sən əgər sona qədər gedə bilirsənsə, tənqidi təfəkkürdür. Yox, sona qədər gedə bilmirsən, sübutun yoxdursa, arqument gətirə bilmirsənsə, onu yarıda dayandırırsan. Deyirsən ki, mən burdan o tərəfə də gedə bilmirəm. Mən burada mübahisəmi dayandırıram. Bax, bu insan tənqidi təfəkkürlü insandır, əzizlərim. Bəzən insan var, bildi, bilmədi, haqlı, haqsız, əsaslı, əsassız yerə sənlə mübahisə aparmağa çalışır. Öz dediklərini yeritməyə çalışır. Amma baxırsan ki, əslində deyək ki, dediklərində bir əsassız cəhətlər var ha. Amma yenə öz bildiyini deyir. Biz o insanlardan danışmırıq, onları qoyduq bir kənara. Onlar tənqidi təfəkkürlü insan deyil, o dediyini yeridən. Bildi, bilmədi, mübahisə eləyir. Biz o insanları deyirik ki, o insanlar mübahisə zamanı müəyyən bir yerə qədər gəlir, deyir, mən bura qədər gələ bilirəm, buradan o tərəfə gedə bilmirəm. Mən mübahisəmi burada dayandırıram. Mənim bura qədər sübutum var. Buradan o tərəfə mən arqument, sübut gətirə bilmirəm. Deməli, tənqidi təfəkkürlüdür. Yəni sona qədər gedə bilmədiyini boynuna alıb deyirsə, orada dayandırırsa, fikirlərini əsaslandırmaqda çətinlik çəkib yarımçıq qoyursa, boynuna alırsa, deməli bu insan tənqidi təfəkkürlü insandır. Və əziz müəllimlər, tənqidi təfəkkürdə bir də mən nələrdən danışacağam sizə? Tənqidi təfəkkürdə bir neçə addımlar var. Bu addımlardan biri müşahidə etmək bacarığıdır. İkinci təhlil etmək, üçüncü nəticə çıxarmaq, dördüncü ünsiyyət bacarığı və fikrin ifadə etmək, beşinci problem həll etmə bacarığıdır. İndi mən bunlar haqqında, hamısı haqqında sizə məlumat verəcəm. Gəlin baxaq. Müşahidə bacarığı nədir? Bir insan bir şeyləri müşahidə etməsə, ona tənqidə yanaşa bilər. Məsələn, hansısa bir hadisəni siz əgər müşahidə etmirsinizsə, izləmirsinizsə, ona kənardan baxmırsınızsa, sizdən soruşanda o hadisə haqqında sizin deyək ki, bilginiz yoxdur. Nə deyəcəksiniz? Yəni onun haqqında siz nə fikir bildirə bilərsiniz ki, münasibət bildirə bilməyəcəksiniz. Necə, yəni bir şeyi müşahidə etməsək, necə ona münasibət bildirək? Necə mühakimə yürüdək? Əlbəttə ki, edə bilməyəcəyik. Və bax bu deməli olacaq birinci addım müşahidə. İkinci addımda təhlil etmə bacarığıdır. Yəni biz birini müşahidə etdikdən sonra onu təhlil edəcəyik. Burada da analitik bacarıqlar ortaya çıxacaq. Yəni burada araşdıracağıq, parçalayacağam, hansısa bir problemi xırdalayacağam, analiz edəcəm, araşdıracağam, təhlil edəcəm, həll edəcəm. Bu təhlil etmək. Təhlil etmək bacarığı budur. İkinci addımda. Üçüncü addım nəticə çıxarmaq. Bax, birinci addımda mən müşahidə elədim. İkinci addımda təhlil elədim. İndi üçüncüdə nəticə çıxaracam. Yəni bu etdiyim müşahidələrdən, bu apardığım təhlillərdən hansı nəticəyə gəldim? Onu aydınlaşdıracam. Dördüncü ünsiyyət bacarığıdır. Fikrin ifadə etmək bacarığı. Burada indi mən nəticə çıxardandan sonra, əziz müəllimlər, fikirləşəcəm ki, görüm bu insanlarla ünsiyyət qurum. Görüm bu insanlar, bu hadisənin içində kim var? Necə oldu? Bu hadisədə kimlər necə düşünür? Yəni burada baxım görüm İnci necə düşünür, Ruhiyyə müəllim necə düşünür? Əgər mən həkimlərlə bağlı araşdırma aparıramsa, onları aydınlaşdıracam, onlardan müsahibə götürəcəm. Deyək ki, mühəndislərlə bağlıdır, onlarla, aşbazlarla bağlıdır, gedib aşbazların fikrini alacam. Ünsiyyət quracam onlarla. Bu hadisədə, bu işin içində kimlər var, necə oldu, necə düşünür onlar?
və 5-ci addımda problem həll etmə bacarığıdır. Yəni artıq ünsiyyət də qurduqdan sonra, onların fikrini aldıqdan sonra, deməli problemi həll etmiş olacam. Bax, bu da tənqidi təfəkkürdə 5-ci addımdır, əziz müəllimlər. Ümumiyyətlə, tənqidi təfəkkür bir neçə, deyək ki, bir neçə üsullarla inkişaf etdirilə bilər. Bu üsullar haqqında mən qısa-qısa sizə bildirim. Birinci üsul 4M1H-K üsuludur. Bunu təlim üsullarının içində keçəndə mən sizə deyəcəm, əzizlərim. 4 N hərfidir, bir K, bir də H hərfidir. 4 N hərfi nədir? Nə, niyə, necə, nə zaman? K hərfi kim, K hərfi kim, H hərfi harada? Hansısa bir hadisə haqqında biz bilmək istəyiriksə əgər, bu zaman mən neyləyəcəm? Yəni, bax, bu suallara cavab verən şagird, hə, yox, bəli, xeyirdən istifadə etməyəcək, geniş ortamda cavab verəcək. Hadisə nə zaman baş verdi? Niyə baş verdi? Nə baş verdi? Kim var idi orada? Hadisə harada baş verdi? Deməli, bu olacaq 4M1H-K üsulu, yəni bu tənqidi təfəkkürü inkişaf elətdirən üsullardan biridir. Növbəti üsul Sokrat dialoqudur. Bu suallar texnikasıdır. Burada sualın içindən sual çıxır. Yəni, şagird sualı verir, suala verilən cavabdan yeni sual çıxır. Bax, bu da tənqidi təfəkkürü inkişaf elətdirən yollardan biridir. Bir də, müəllimlər, bunlar haqqında qəşəng PDF-də hazırlamışam, göndərmişəm səhv eləmirəmsə. Əgər o PDF-in açılması ilə bağlı problem yaranarsa, mənə həmin məlumat verin. O PDF-də də qeyd eləmişəm, seçim etmək. Seçim etmək, bilirsiniz müəllimlər, orada necədir? Məsələn, bəzən baxırsan ki, gedirsən paltar almağa, geyinirsən, deyirsən ki, məsələn, kimsə baxır, deyir ki, sənə çox yaraşır. Amma özün deyirsən ki, yox, yəni, mən bu paltarı heç bəyənmədim. Mənə heç yaraşmır. Yəni, sənə görə. Başqası baxır, deyir, yox. Yəni, bunlar arasında seçim edirsən. Ola bilər ki, sənin bəyəndiyini digəri bəyənməyəcək. Məsələn, sən deyirsən ki, mənə yaraşmır, başqası deyir ki, yox, sənə çox yaraşır. Yəni, bu verilənlər arasında seçim etmək, deyək ki, məsələn, bu seçim və ehtiyac var da. Məsələn, deyək ki, bir şeyi alırsan, səndən soruşurlar ki, bu şey sənin ehtiyacındır, almısan, yoxsa istəyin idi? Yəni, burada ehtiyac və istək arasında balansı qorumaq var. Məsələn, deyirsən ki, bu yufka almısan, mübarəkdir. Sənin ehtiyacın idi, yoxsa istəyin idi? Deyirsən ki, yox, əslində ehtiyacım deyildi. Neçə dənə yufqam var. Amma çox bəyənmişdim bunun rəngini, ətəyinin formasını çox bəyənmişdim. Ona görə bunu almaq istədim. Mənə çox yaraşır. İndi bu il dəbdə olan bu cür yufqalardır. Başlayır fikrini əsaslandırmağa. 1, 2, 3, rəngini bəyənirəm, ətəyinin forması qəşəngdir, mənə çox qəşəng yaraşır, mən çox... Neynədi? Bir çox dəlil gətirdi, sübut elədi, arqument gətirdi ki, mən bunu niyə almışam? Amma bəzən də baxırsan, deyir, mənim ehtiyacım idi, çünki yufqam yox idi, almalıydım. Bax, o seçim arasındakı o balansı ki, qoruya bilirsən, bu mənim istəyimdir, yoxsa ehtiyacımdır. Seçirsənsə, bu olur tənqidi təfəkkür. Bəzən baxırsan ki, məsələn, yay tətilidir, bir çox məktəblərdə müəllimlər deyirlər ki, bu yay gəlin Azərbaycanın gözəl güşələrindən biri olan Şuşaya gedək. Biri deyir, yox, gəlin Qaxa gedək. O biri deyir, yox, gəlin filan yerə gedək. Başlayırsan neynəməyə? Tərifləyirsən. Qax haqqında, məsələn, deyirsən ki, gəlin Qaxa gedək. Niyə Qaxa gedək? Başlayırsan, müəllim başlayır, müəllim olsun və yaxud hansısa bir insanda kim olur olsun. Fikirlərini əsaslandırmağa. Çünki havası gözəldir.
Çünki gözəl şəlalələri var. İlisu şəlaləsi ilə nəyə desən dəyər. Təbiəti gözəldir, mənzərəsi gözəldir, insanları mehribandır, qonaqpərvərdir, xörəkləri qaçılmazdır. Hərə biri deyəcək, yox, filan yerə gedək, oranın təbiəti belədir. Biri deyəcək, hərə öz fikrini əsaslandıracaq, hərə öz fikrini bildirəcək, hərənin bir yanaşma tərzi var. Əziz müəllimlər, bax bu olacaq tənqidi təfəkkür. Bu olacaq tənqidi təfəkkür. Belə müəllimlər, deməli,